14 iyun tarixindən etibarən ölüm dayandırıldı. Amma ruhlar yenə də getməyə can atırlar. Bir vaxtlar yox olmalı olanlar indi əbədi olaraq aləmlər arasında qaldılar. Gözlərində boşluq olan cəsədlər nəfəs alırdı. Artıq ocaq üstündə cəsədlər yandırılmır. Qəbiristanlıqlara ehtiyac olmadığı üçün onları yerlə bir etmədilər. Mərhumlar yox olmurdular. Onlar sadəcə hərəkətsiz qalırdılar. Başına atəş açmış bir insan ayağa qalxaraq getməyə başladı. Qoca ağrının xatirəsinə görə dişini çıxardı. Yeniyetmə hər dəfə siqaret çəkəndə sümüyə qədər yanırdı. İnsanlar artıq ölməyirdilər, amma ruhlar qala bilmirdilər. Onlar yaş dolu gözlərlə mənzillərdə, dükanlarda dolaşırlar. Bir ailədə valideynlər artıq stullardan qalxmırdılar. Onlar hələ də televizora baxırlar, amma orada uzun zamandır siqnal yoxdur. Göylərdə artıq quşlar yoxdur. Onlar indi damlarda oturaraq ölülərin səslərini təkrarlayırdılar. Divarlardakı cızıltını eşidirsən. Bu sıçanlar deyil, bu yolu tapa bilməyən ruhlardır. İndi başa düşürsən, ölüm çıxış yoludur. Amma sən əbədi yaşamaq istəmişdin. Amma indi əbədiyyət sənin içində yaşayır. Qulağına nə isə pıçıldayır.